Salam, hörmətli poeziya həvəskarları. Bu, mənim dostum, qardaşım Mehman Göytəpəlinin Səda TV-də yaratdığı poeziya şöbəsində mənim ikinci çıxışımdır. Ona görə də istəyirəm ki, təxəllüsümdən uygulanan Məğrurnamə şeiri ilə salamlayım. Şeytan fitnə fəsad ilə Tanrıdan lənət qazanıb, İnsanları aldadaraq onlardan nifrət qazanıb, qovulanda yer üzünə Yaradana yalvararaq, ta qiyamət anınadək qəlblərdə fürsət qazanıb. Bil ki, dosta xain çıxan ömür boyu peşman olar. Bugün sənə sadiq olan sabah dönüb düşmən olar. Namərdlərə bəyan edər, yayar sənin hər sirrini. Xalq içində qınanarsan, sənə də bu işman olar. Çalış uyma nə qadının, nə şərabin fətfelinə, ürəkləri şad etməsən, heç vermə qəm də elinə. Yalnız aqil kəlmələrlə daim hörmət qazanarsan, məclislərdə yersiz sözlər gətirməsən ta dilinə. Namərdlərə əyilməsən, sənə şöhrət şan gətirər. Bu məğrurluq el içində yenilməz ad san gətirər. Düşmənlərin dəstə-dəstə baş əyərlər hünərinə, ayağına Rushay kimi 100 minlərlə yan gətirər. Məqsədinə çatmaq üçün daim çalış, təpərli ol. Qürurunla, qeyrətinlə silahlanıb sipərli ol. Hər tərəfdən hücum edən qarı düşmən qarşısında el obadan dəstək al ki, millətinlə çəpərli ol. Cəmiyyətlə yaxşı dolan tabutunu el aparsın. Haram sərvət toplama ki, sən öləndə yel aparsın. Bu dünyada halal qazan, o dünyanın rəhmətini, qoyma məzar evini də aşıb daşan sel aparsın. Böyük sözü eşitməsən, haqqına qurtlar girəcək. Səni yıxmaq istəyənlər hörümçək tək tor hörəcək. Qismətində olmayacaq nə pul para, nə də sərvət. Yaqut məğrur dözməyəcək, dəstəyini gür verəcək.